Sabah İmişli, Biləsuvar, Saatlı və Sabirabad rayonlarının qaz təchizatında fasilə yaranacaq. Bu barədə Milli Azərbaycan Dövlət Neft Şirkətinin Socar Azəriqaz İstehsalat Birliyindən məlumat verilib. Bildirilir ki, qaz ixrac İdarəsinə məxsus diametri 530-377-325 mm Azadkənd İmişli magistral qaz kəmərində korroziyaya uğramış hissələrinin təmir olunması ilə bağlı oktyabrın 2-də saat 08:00-dan etibarən işlər başa çatanadək qaz təchizatında fasilə yaranacaq, təmir işləri aparılan müddətdə İmişli rayonu tam olaraq İmişli şəhəri daxil olmaqla rayon üzrə 41 kənd, 2 qəsəbə, həmçinin Biləsuvar rayonunun inzibati ərazisində yerləşən 11 ədəd Cəbrayıl Məcburi Köçkünlər qəsəbəsi, qeyri-yaşayış sahələri, cəmi 28.958 abonent, Saatlı rayonu tam olaraq Saatlı şəhəri daxil olmaqla rayon üzrə 33 kənd, 1 qəsəbə, qeyri-yaşayış sahələri, cəmi 17.352 abonent, Sabirabad rayonunun Sabirabad şəhəri daxil olmaqla rayon üzrə 36 kənd, qeyri-yaşayış sahələri, cəmi 22.912 abonent, rayon üzrə abonentlərin 71 hissəsinin qaz təchizatının məhdudlaşdırılacaq. İşlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.